Gözəyarı hansı rəqəmlər səsləndirmədən də aydın olur mənzərə. Çinin ərazisi 9,4 milyon kvadrat kilometrdir. 9,4 milyon kvadrat kilometr. Tayvan 36 min kvadrat kilometrdir. Azərbaycandan təxminən 3 dəfə kiçikdir. Əhalisi 23 milyondur. Çinin əhalisi 1,4 milyard nəfər. Yəni, niyə öhdəsindən gələ bilmir? Eynən. Bu maraqlı məqamdır ki, bunu açmağa çalışacağıq. Bəli. Gəlin indi bir qədər keçmişə Tayvanın tarixinə qayıdaq. Çox maraqlı məqamdır bu Tayvan məsələsi. Elə bugündə də ən çox müzakirə olunan məqamdır. Çünki oradan bura Azərbaycana belə gələn insanlar bəzi çətinliklər çəkirlər. Elə buradan da ora getmək istəyənlərdə də təbii ki, çətinlik çəkirlər. Rəsmi tanınmama və sair məsələlər var. Məhz ona görə maraqlı mövzudur əslində, bəli. Baxın, Tayvanın Çinin ümumiyyətlə tarixinə geçsək maraqlı məsələlər çıxır ortaya. 1912-ci ildə imperiya dağılandan sonra müstəqil bir ölkə quruldu, Çin Respublikası. Amma bu gün bildiyimiz Çin deyildi. Çin Xalq Respublikası deyildi. Orada da açıq millətçilər idi hökumətə təmsil olunanlar. Bir qədər sonra vətəndaş müharibəsi başladı. Burada da iki qola ayrılırdı, millətçilər və kommunistlər. Millətçilərin tərəfində ABŞ idi dəstəkləyən. Kommunistlər isə müxalifət deyək, onların tərəfində deməli Sovet İttifaqı dayanırdı. 1949-cu ildə deməli qalib gəldi kommunistlər, Sovet İttifaqının dəstəkliyi deyək, qol belə deyək, qalib gəldi və orada Mao Zedong bir ölkə qurdu, Çin Xalq Respublikası. Bugün bildiyimiz, bəli, və qurub getdiyi dövlətin bugün gəlib çıxdığı vəziyyət artıq görünür. Bugün Trumpı Pekinə qədər aparıb çıxardan Mao Zedongun qurduğu dövlətdir, belə deyək. Onun inkişaf elətdirdiyi, qurduğu və sonralar nə baş verir? Məğlub olan millətçi hökumət nə etdi? Tayvana qaçdı. Deməli, dövlət arxivlərini götürdü, ordunun qalan hissəsini, elit təbəqəni və s. məsələlərinə bir yerdə götürüb qaçdı Tayvana və orada bir ölkə qurdu və uzun illər boyu Çin bizik iddiasını irəli sürdü. Hətta ABŞ də uzun illər məhz Tayvanı dəstəklədi. Çin olaraq Tayvanı tanıdı və BMT-də də Çin adından əyləşən kürsü tutan məhz Tayvan idi. Onda belə ki, Tayvan öz adı ilə deyil, Çin adı ilə əyləşir bütün Çini təmsil edərək Tayvan adı ilə əyləşirdi. Və Tayvan Çin bizi deyirdi. Bu iddia var idi. Uzun illər bu formada davam elədi. Və 1971-ci ildə o vaxtki dövlət katibi deməli Henry Kissingerin biz səfərini tarixdən oxuduq. Deməli, nə baş verir? Kissinger ora səfər yeniləndən sonra, bu maraqlı bir məqamla var burada. Həmin səfərdə vasitəçiliyi Pakistan eləmişdi. Biz bugün Pakistanı ABŞ-İran danışıqlarında vasitəçi olaraq görürük. Əslində, ABŞ-nin tarix boyu vasitəçilik məsələlərində Pakistanın rolu olub. Yəni, bu nümunə var. Əvvəldən də var burada əslində. Deməli, 71-ci ildə həmin görüşdə əslində necə danışılır? SSR-yə qarşı ABŞ-Çin yaxınlaşmasının başlanğıcı kimi dəyərləndirilir həmin görüş. Və bir il sonra yenə də o zamanki prezident, deməli, Richard Nixon Pekinə yollandı və SSR geosiyasi təzyiq altına düşdü bir növ. 1979-cu ildə isə, deməli, Jimmy Carter administrasiyası Pekini rəsmi olaraq tanıdı. Baxın, burada artıq Tayvan düşdü təcridə. Dünyada təcrid olundu. Artıq Birləşmiş Millətlər Təşkilatında da Çin özü, yəni Pekin təmsil olunmağa başladı. Belə bir vəziyyət var idi ortada. Və maraqlısı nədir? Bugün Amerika Çinlə, belə deyim, soyuq müharibə aparır, mübarizə aparır. Amma əslində Çini böyüdən özü oldu. Bəli. Özü böyükdür. Bu çox paradoksal bir vəziyyət çıxardır ortaya. 1970-2000-ci illərdə Vaşinqton Çini bilərək gücləndirirdi əslində. Məqsəd SSR-ni zəiflətməkdir. Təbii ki, bu 30 ilin, ilk 20 ilində, 90-cı illərə qədər. Məqsəd SSR-ni zəiflətməkdir, Çini gücləndirməkdir. Amma düşünürdülər ki, Çin zənginləşsə liberallaşacaq. Amma bu baş vermədi. Çin həm avtoritar qaldı, həm də super gücə çevrildi. Burada maraqlı məqamlar birisi nədir? Bugün artıq o reklam qaydalarını pozmuş olmayacaq məncə. Bu boyda sammit üçün bunları pozmağa dəyər. 1990-2010-cu illər arasında Apple, Nike, Dell, HP, Microsoft, Tesla kimi şirkətləri Amerika Çinə köçürdü. Ucuz işçi qüvvəsi, ucuz istehsal prosesini nəzərə alaraq. Və nəticədə nə baş verdi? Çin dünyanın fabrikinə çevrildi. Və Amerika düşünürdü ki, Çin sadəcə çox yaxşı kopyalamağı bacarır. Amma nə oldu? Özünün texnologiyasını inkişaf elətdirdi. Və sanki ABŞ özü Çindən asılı vəziyyətə düşdü axırda. Əlbəttə, asılı vəziyyətə düşdü. Bugün bayaq dediyimiz kimi ABŞ yüksək texnologiyalı silahlar istehsal eləmək istəyir, amma asılıdır nadir torpaq elementlərinə. Biz bunu Ukrayna məsələsində də görmüşdük ki, Ukraynaya şərtlər qoymuşdu. Nadir torpaq elementlərinə götürürəm, amma Rusiyaya qarşı səni gücləndirməyə davam edirəm. Olmazsa olmayacaq. Çünki bu qədər asılıdır. Ümumiyyətlə, bir çox müasir yüksək texnologiyaların inkişafında çiplər olduqca vacibdir. Tayvan da o baxımdan vacibdir dünya üçün. Bayaq deyirdik,
bilirdik, niyə öhdəsindən gələ bilmir? Bu boyda Çin kiçik bir ada dövlətinin öhdəsindən gələ bilmir. Öhdəsindən gələ bilmədiyi məsələ deyil, burada tamam başqa məqamlar dayanır. Baxın, Çin artıq sadəcə fabrik deyil əslində burada. Baxın, bu gün elektrik avtomobillərində, bateriyalarda, litium bateriyalara, günəş panelləri, dron texnologiyası, 5G, bəzi süni intellekt məsələlərində liderdir. ABŞ-ni qabaqlayır açıq-aydın. TikTok məsələsinə bayaq vurğuluyurduq. Artıq bu gün ABŞ TikToka sadəcə bir platforma kimi baxmır. ABŞ hərbi platformalarında belə ordusunun daxilində Çinin artıq bir barmaq elədiyi görünür. Yəni orada da müəyyən məqamlar ortaya çıxır və bu gün düşünür ki, TikTok artıq geosiyasi müzakirə mövzusudur və Çin milyonlarla Amerikalının məlumatlarına sıza bilər, məlumatlarına ələ çata bilər. Bax, bir platforma, bu gün bizim düşündüyümüz bu platforma bayağıdır, odur, bunu. Baxın, iki hegemon dövlət hansı formada məlumat təhlükəsizliyi məsələsi kimi baxır. Və nəzərə alsaq ki, ümumiyyətlə Çin ərazisində bu TikTok platforması olsun, Instagram olsun, bu kimi platformalar istifadə olunmur. Onların özlərinin Instagram deyilən, Instagram adlı olması da fərqli bir platforması var, TikTok adı olması da fərqli bir platforması var. Amma yenə də onlar bu bizim hamımızın işlətdiyi bu platformalara, necə deyirlər, barmaq edə bilirlər. Bu da təbii ki, Amerika Birləşmiş Ştatlarını bir qədər qorxudur. Və bu gün Tayvan, baxın, Tayvanda belə bir şirkət var, TSMC. Bu gün dünya mikroçiplərin istehsalında liderdir və dünya düşünür ki, əgər Çin deməli Tayvana hücum etsə, Rusiya nümunəsində artıq bunu Pekin nümunəsini gördü. Qərb sanksiyalar tətbiq edəcək Çinə və bu da Çin üçün yaxşı bitməyəcək və dünya iqtisadiyyatına böyük bir zərbə deməkdir. Yəni, bu gün əslində Çin və belə deyək, Amerika arasındakı məsələlər ümumiyyətlə neft məsələsi mövzusu deyil, enerji məsələsidir. Bu gün artıq ənənəvi enerji məsələsi, nefti, qazı, bunlar qalır arxa planda. Söhbət artıq başqa məsələdir. Digər tərəfdən biz İran məsələsi də bu gün danışıqlar masasında olacaq təbii ki. İranda nə baş verir? İranın biz deyirik ki, çıxardığı neftin 90%-dən artığını Çinə satır. Amma Çinin özünün ümumi ixal elədiyi neft payına baxsaq, İranın payına cəmi 10-15%-dir. Amma Körfəz ölkələrindən 40-45% həcmdə neft ixal edir, xam neft. Və bəs o hardan gəlir? Təbii ki, Hörmüz boğazından. Hörmüz boğazı isə bu gün necədir? Bağlı vəziyyətdədir. Təbii ki, bu gün onları danışacaqlar. Belə deyək, Çinlə İranı hansısa bir belə sarı simlər bağlamır, ideologiya bağlamır. Enerji məsələsidir. Maraqlar var da. Bəli, İrandan 10-15% həcmdə neft asılılığı var Çinin, amma İrana görə də təbii qorumağa çalışır. Amma bundan ötürü, İrandan ötürü Amerika ilə də müharibə aparmaq niyyəti yoxdur, belə deyək. Aldığı, neft aldığı başqa ölkələr də var. Əlbəttə var. Və bu gün belə deyək, biz tarix boyu müşahidə eləmişik ki, Amerikada, Vaşinqton administrasiyasında respublikaçılar və demokratlar fərqli mövqelərdən çıxış ediblər həmişə. Amma məhz Çin məsələsində bu gün biz görürük ki, artıq Çin bizim rəqibimizdir. Ortaq ideologiyası yaranıb və bu forumda biz bu gün Trump-Si görüşünü, sammitini, o mehriban düşmənlərin sammitini maraqla izləyəcəyik təbii ki. Uzun, həm də gərgin biraz görüş olacaq. İstənilən halda müzakirəsi davam edən müzakirə olunacaq. Bir çox məsələlər var. Biz bunları da gördük. Nəriman, təşəkkür edirik. Çox gözəl izah etdin və bir çox məsələləri həm də özümüz üçün aydınlaşdırmış olduk. Trump Si-dən nə qoparacaq, Si Trumpdan nə qoparacaq? Gözləyək, görək necə olacaq nəticələr. Bizə açıqlanan tərəfi nə qədər olacaq? Uğurlar sizə. Təşəkkür edirik sənə gözəl tarix dərsinə görə.